kütləvi ərizə yazma bir daha sübut edir ki, bunlar aldadılıblar, o ərizələr vacibi əhəmiyyətli yanılmanın nəticəsində baş verib, ona görə də etibarsızdır. Onlar əgər işə götürən özü öz əmrini ləğv edib, həmin işçiləri yenidən işə bərpa eləməsə, onların hamısının hüquqları məhkəmə qaydasında deməli bərpa olunmalıdır, hüquqlar müdafiə olunmalıdır və bu işlərdə də işə bərpa işlərində müddət azdır, yəni aylarla gözləmək olmaz. Dərhal 10-15 gün içində mediasiyaya müraciət edib avtomatik məhkəmədə iddia qaldırmaq lazımdır işə bərpa ilə bağlı. Hüquqşünas bildirir ki, əmək hüququ heç bir struktur dəyişikliyin kölgəsində qalmamalıdır. Yuxarının göstərişidir deyə verilən tapşırıqlar, işçilərə göstərilən psixoloji təzyiqlər, hüquqa əsası olmayan könüllü ərizələr və yerinə yetirilməyən vədlər. Uzun illər mədəniyyət sahəsinə töhfə verən insanlar indi işsiz və ümidsizdir. Musa Hüseynli, Əsgər İbrahimli, Mirzə Altay, APA TV.